Salam, hər vaxtınız xeyir. Anonim sözlərin izahını verəcəm. Demək, nitq hissəsi kimi fe'l və isim olanlar. Bunlara baxaq. Düz nədir? Düz bir var fe'l kimi düzmək, bir də var dərə təpə düz. Qazan, qazanmaq, bir də var yemək bişirilən qazan, donmaq, bir də var geyim kimi don, qazmaq, bir də var məsələn heyvan, quş, qaz, bir də yandırdığımız qaz. Gülmək, gül, çiçək, saçmaq, insanın saçı, yazmaq, yaz, payız, yağmaq, yediyimiz yağ, varmaq, var, dövlət, qalamaq, qala, qəsr, talamaq, tala, belə deyim də, meşədə açıqlıq hissəyə tala deyilir. Qarmaq, qarı isimdir. Yadınızda saxlayın. Qoca sifətli qarı isimdir. Yanmaq, yan isimdir. Dinmək, din, inanc isimdir. Çürümək, balığın çürüsü isimdir. Yolmaq, yol isimdir. Enmək, en isim. Daşmaq, daş isimdir. İncimək, yəni inci, mirvari ümumiyyətlə zinət əşyası isimdir. Ağrımaq, ağrı isimdir. Bu səhv düşüb bu tərəfdə yazılmalıdır. Al sifətdir, almaq fe'ldir. İsim kimi götürülmür. Üzmək fe'ldir, insanın üzü isimdir. Alınmaq fe'ldir, insanın alını isimdir. Sağmaq fe'ldir, sağ, sol isimdir. Solmaq burada da fe'ldir. Yaramaq, kimisə işinə yaramaq. Bir də əlimdəki tutaq ki, yara. Bitmək fe'ldir, bit də isimdir. İzahım bu qədər. Pulsuz onlayn qruplarımız var, qoşula bilərsiniz. Onlayn hazırlıqlarımız var. Onlara qoşulun.